Diqqətlə qulaq as, çünki indi görəcəyin sey meyvə ağaclarını çoxaltma tərzini tamamilə dəyişə bilər. Bu gel ilə istədiyin ağacları dəqiq şəkildə çoxalda biləcəksən. O, təbii soyut ekstraktından hazırlanıb və köklərin inkişafını heyrətamiz dərəcədə gücləndirir. O sans məsələsi deyil, düzgün tətbiq olunan biologiyadır. İndi isə sənə bunu addım-addım necə edəcəyini göstərəcəm. İndi isə ilk edəcəyimiz şey hansı materiallara ehtiyacımız olduğunu görməkdir. Və əvvəlcədən deyim ki, burada heç bir qəribə və ya çətin bir şey yoxdur. Hər şeyi asanlıqla tapa bilərsən. Əgər haradan tapacağını bilmirsənsə, aşağıda təsvir hissəsində hər şey yerləşdirəcəyəm ki, əlində olsun. Bizə təxminən 2 xörək qaşığı qurudulmuş soyut yarpağı lazım olacaq. 1 litr su hazırlamaq üçün olcu qabına ehtiyacımız olacaq. Bu da bugün işləyəcəyimiz dəqiq miqdardır. Agar-agar neytral istifadə edəcəyik, rəngsiz və əlavə maddələrsiz. Onu tapmaq çox asandır, ucuzdur və gələcəkdə bir çox çoxaltma ucunda işinə yarayacaq. Həmçinin dəmləməni tamamilə təmiz etmək üçün incə süzgəc lazım olacaq. Kiçik və möhkəm plastik torbalarla işləyəcəyik. Bunları rozmarin üsulunda istifadə edəcəyik. Bundan əlavə, biraz daha boyu torbalara ehtiyacımız olacaq. Bunları isə daha sonra avokado və limon ağacı ilə istifadə edəcəyik. Torbaları bərkitmək üçün bağlama və ya plastik kəmərdən istifadə edəcəyik. Əlimizdə nə varsa. Mən tövsiyə edirəm ki, onlar təmiz və yaxşı vəziyyətdə olsunlar ki, hər hansı bir cirklənmənin qarşısı alınsın. Təbii ki, yaxşı itilənmiş və dezinfeksiya olunmuş bıçaq. Bu əsas şərtdir. Biz yaralarla işləyirik və gigiyenaya laqeyd yanaşa bilmərik. Həmçinin toz darçına ehtiyacımız olacaq. Bunu kəsiklərin üzərinə birbaşa tətbiq edəcəyik və daha sonra sənə izah edəcəyim bir profilaktikada da istifadə edəcəyik. Və bir ciləyici. Və nəhayət, bitki materialı. 3 ədəd rozmarin stampi, 1 avokado fidanı və 1 limon ağacı. Bütün bunlar hazır olduqdan sonra, indi bu sistemin əsasını və əsas sirrini hazırlayacağıq. İndi 1 litr suyu ocağa qoyuruq. Su qaynamağa başlayanda 2 xörək qaşığı quru soyut yarpağı əlavə edirik və yaxşı qarışdırırıq ki, tam qarışsın. Ocağı söndürürük və dəmlənməsinə imkan veririk. İndi hər şeyi süzürük ki, dəmləmə tamamilə təmiz olsun. Biz istənilən orqanik qalıqları, yarpaq və ya hissəcikləri aradan qaldırmaq istəyirik. Və əlavə olaraq vacib bir şeyi xatırlamaq lazımdır. Soyu qaynatdığımız üçün həm suda, həm də soyut yarpağında ola biləcək istənilən patogenin inkişafını aradan qaldırmışıq. Dəmləməmiz tamamilə təmiz olduqdan sonra onu yenidən ocağa qoyuruq. İndi isə birbaşa agar-agar əlavə edirik, 2 çay qaşığı dolu olmadan. Nə az, nə çox. Unutma ki, agar-agari buradakı təsvir hissəsində tapa bilərsən. Bu, dəmləmənin jel halına gəlməsi, bərkidilməsi və sabit bir mühitə çevrilməsi üçün lazım olan dəqiq miqdardır. Yaxşıca qarışdırırıq və qaynamağa başlayanda heç dayanmadan 2 dəqiqə tam olaraq qarışdırmağa davam edirik. O 2 dəqiqə keçdikdən sonra ocağın üstündən götürürük və biraz soyumağa qoyuruq. Onu təzə qaynamış halda istifadə etməyəcəyik, amma tam bərkiməsini də gözləməyəcəyik, çünki soyuyanda tam bərkiyir. Amma yenə də, məsələn, agar-agar soyuyub bərkiyərsə, heç bir problem yoxdur. Sadəcə yenidən gizdirirsən və o yenidən ərməyə başlayır. Ona görə də ən yaxşısı onu biraz ilik və hənə maye halında istifadə etməkdir. O mükəmməl nöqtəyə çatana qədər birinci usula başlayırıq. Başlayırıq rozmarinlə. Bu usul üçün uc kiçik və möhkəm torbadan istifadə edəcəyik. Təxminən 4-6 duyum uzunluğunda uc sağlam rozmarin budağı seçirik. İlk olaraq, budağın torbada qalacaq hissəsinin altını təmizləyirik, yəni o hissədəki yarpaqları çıxarırıq. Koks almasını istədiyimiz yer məhz buradır. İndi isə yaxşı dezinfeksiya olunmuş budama qayçısı ilə dibindən təmiz bir kəsik edirik. Kəsik yerinə yalnız azik toxumaya darçın tozu çəkirik. Tüm qovdəni örtməyə ehtiyac yoxdur, yalnız yaralı hissanı. Darçın ilk həftələrdə bizi qorumağa kömək edir, göbələk problemlərinin riskini azaldır. İndi bir balaca torba götürürük və məhz burada sizlərlə paylaşdığım sirrin əsası ortaya çıxır. Əvvəlcə torbanı əvvəlcədən hazırladığımız gel ilə doldururuq, təxminən yarısına qədər uyğun miqdarda əlavə edirik. Gel içəridə olduqdan sonra stilin alt hissəsinin içinə salırıq və kəsik yerinin tamamilə örtüldüyünə əmin oluruq. Bu şəkildə gel toxumanı tamamilə əhatə edir və ilk andan etibarən davamlı nəmlənməni təmin edir. İndi torbanı yaxşıca bağlayırıq ki, tam qapalı olsun.
Eyni prosesi digər iki stil ilə də tam olaraq təkrarlayırıq. Sonra uc torbanı bir qaba yerləşdiririk. Elə ki, onlar yuxarıya və ya yarı sağlı vəziyyətdə olsunlar ki, gel dibdə sabit qalsın. İndi isə kiçik bir istixana effekti yaratmaq üçün böyük bir plastik torba axtarırıq. Onları içinə qoymazdan əvvəl uc stili videonun sonunda hazırlamağı öyrədəcəyim darçin əsaslı təbii göbələk əleyhinə vasitə ilə yüngulca ciləyirik. Yüngul bir ciləmə kifayətdir. Bütün dəsti böyük torbanın içinə qoyuruq və ağzını bağlayırıq. Və hazırdır. Gəl bəlkiməyə başlayacaq və stil ehtiyacı olanı tapacaq. Təbii auksinlər və kəsik yerində davamlı nəmlik. Bundan sonra qulluq çox sadədir. Hər 3-4 gündən bir acırıq, hər şeyin qaydasında olub-olmadığını yoxlayırıq, təbii qoruyucu vasitədən yüngulca ciləyirik və torbanı yenidən bağlayırıq. Sistemi çox külək olmayan və dolayı isıq düşən bir yerə, həmişə yarım kölgədə yerləşdirmək çox vacibdir. Təxminən 10 gün keçdikdən sonra ilk nəticələri görməyə başlayacağıq. Stillərin tam kok atdığını, ağ və aktiv koklərin həmin gelin içində boyuduğunu müşahidə edəcəyik. Bu gel inkişaf üçün ideal konsistensiyaya malikdir və heç bir problem yaratmır. Və bu baş verdikdə istədiyin istənilən bitkini çoxaltmaq üçün bu qədər effektiv olan bu metodun necə işlədiyini başa düşməyə başlayırsan. Həqiqətən də inanılmaz qrindir. Artıq bilirik ki, bu bitkilər bu gelin içində çox asanlıqla çoxalır, indi isə ikinci metoda keçirik, hansı ki daha da maraqlıdır. Bu metod çox maraqlıdır və xüsusilə avokado kimi ağaclarda yaxşı işləyir. Amma həmçinin sitrus, mango və bir çox digər odunsu növlərdə də tətbiq oluna bilər. İlk edəcəyimiz şey, avokado ağacının sağlam bir budağını seçmək olacaq. Budağı tamamilə kəsməyəcəyik. Edəcəyimiz isə qismən bir kəsik etməkdir. Yəni budağı təxminən qalınlığının yarısına qədər açırıq, bitkini reaksiya verməyə məcbur edəcək qədər, amma onu ağacdan ayırmadan. Bu kəsi yaxşı dezinfeksiya olunmuş budama qayçısı ilə edirik. Budaq hələ də ağaca bağlı qalır, hələ də sirə alır, amma indi biz onun kök çıxarmasına məcbur edəcək strateji bir yara yaratmışıq. Kəsik etdikdən sonra yaranın bütün hissəsini yaxşıca uyudulmuş darcinanı örtürük. Acıq qalan toxumanı yaxşı örtmək, gələcəkdə göbələk inkişafı ilə bağlı problemlərin qarşısını almaq üçün çox vacibdir. İndi isə kiçik bir paket qotururuq. Onu təxminən yarıdan biraz çox hissəsinə qədər əvvəlcədən hazırladığımız soyut geli ilə doldururuq. Bu gel koçların inkişaf edəcəyi mühitdir. Ehtiyatla budağın kəsiyini biraz acırıq və həmin hissəni paketin içinə yerləşdiririk. Yaranın tamamilə gel ilə təmasda olduğuna əmin oluruq. Paket yerinə qoyulduqdan sonra onu budağa möhkəm bağlayırıq. Paket yaxşı bərkidilməlidir, heç bir sızma və hərəkət olmamalıdır. Örtməzdən əvvəl həmin hissəni videonun sonunda hazırlamağı öyrədəcəyim təbii göbələk əleyhinə vasitə ilə yüngulca ciləyirik. Yüngulca ciləmə kifayətdir. İndi isə bütün sahəni qara bir paketlə örtürük. Bu vacibdir, çünki birbaşa isiqin daxil olmasının qarşısını alırıq, rutubəti daha yaxşı saxlayırıq və köklərin inkişafı üçün daha stabil bir mühit yaradırıq və bununla artıq hər şey hazırdır. İndi isə sadəcə gözləmək qalır. Təxminən 8 həftə, bəzən 9 və ya 10 həftə sonra novdan asılı olaraq nəticəni görməyə başlayacağıq. Avokado kimi daha tələbkar bitkilərdə isə biraz daha çox vaxt lazım ola bilər. Amma paketi açanda inkişaf etmiş, ağ, aktiv və o məkanı tərk etməyə çalışan köklərlə qarşılaşırıq. Artıq torpaq istəyən güclü köklər. Və burada vacib bir məqam var. Bu bir klondur. Əslində, bu bir hava təbəqələşdirməsidir. Amma bu halda daha sabit bir mühitdə və adi substratla müqayisədə uğur ehtimalı xeyli yüksəkdir. Fərqi hiss edirsə, indi isə 3-cü usula keçirik. Bu dəfə limon ağacında klassik hava təbəqələşdirmə texnikasından istifadə edəcəyik. Amma auksin gelimizlə təkmilləşdirilmiş şəkildə. Güclü və sağlam bir budaq seçirik. İlk edəcəyimiz isə budaq ətrafında təxminən 2 sm aralı 2 kəsik etməkdir. Bu 2 kəsik arasındakı qabiqi tamamilə çıxarırıq. İndi isə əsas hissəyə keçirik. Kambiyumu, yəni qabiqül altındakı parlaq təbəqəni, oradakı pareltini qasıyırıq. Bu, bitkinin yarasını sağaltmaması və həmin nöqtədə kök çıxarmağa məcbur olması üçün əsasdır. Sahəni tam təmizlədikdən sonra yaranın üzərinə toz darçın səpirik. Acıq qalan toxumanı yaxşı örtmək ilk həftələrdə qorumaq üçün vacibdir. İndi isə paketi hazırlayacağıq.
Bu halda biraz daha böyük bir paket istifadə edirik və alt hissəsini kəsirik ki, bir növ qol kimi olsun. Buna niyə edirik? Budağı yuxarıdan daxil edə bilmək üçün. Paketin içini budaq boyunca sürüşdürürük və dəqiq yaranın olduğu yerə çatdırırıq. Paket yerinə yerləşdirildikdən sonra hava kokunun aşağı hissəsində yaranın biraz altından bir bağlama edirik. Onu yaxşıca sıxırıq ki, tam bağlansın. İndi isə ilıq soyud gel paketə tokuruq, yaranın olduğu sahəni tam örtməsinə əmin oluruq. Yaranın tamamilə gel ilə örtüldüyünü görəndə yuxarı hissədə ikinci bir bağlama edirik. Bununla hava kokunu tamamilə bağlamış oluruq. Və sonda yenidən bütün xarici səthə yonğul bir qoruyucu spreyi vururuq. İndi isə bütün bu kompleksi qara bir paketlə örtürük. Bu isigi bloklamağa, rütubəti saxlamağa və daha stabil bir mühit yaratmağa kömək edir. Bağlamaları yaxşıca yerləşdiririk, hər şey sıxırıq və indi gözləməyə qalır. Təxminən 6-8 həftəyə nəsə müxtəsəm bir şey görməyə başlayacağıq. Tezliklə təbii soyud əsaslı hormonlu gellə içəridə çoxlu köklərin formalaşdığını görəcəyik. Bu bizə ənənəvi hava koku üsulunda lazım olan qulluqdan azad edir və tamamilə yeni bir meyvə ağacı əldə etməyə imkan verir. Kok sistemi yaxşı formalasanda alt hissədən kəsirik və iş tamamdır. Artıq ağacımızı əkilməyə hazır vəziyyətdədir. İndi isə istifadə etdiyimiz təbii qoruyucunu hazırlayacağıq. Bu çox sadədir. 1 litr suya ehtiyacımız var. Bir cimdi uyudulmuş darçın əlavə edirik. Yaxşıca qarışdırırıq və tam təmiz olması üçün incə bir parça və ya qəhvə filtri ilə süzürük. Məhlulu bir ciləcəyə tokuruq və hazırdır. Artıq təbii göbələ əleyhinə vasitəmiz tam istifadəyə hazırdır. Əgər buna qədər gəlib çatmısansa, videoya like atmağını və bitkiləri bizim kimi sevən, meyvə ağacları haqqında öyrənməkdən zövq alan insanlarla paylaşmağını çox istərdim. Sənin dəstəyin bizə bu kimi daha çox məsləhət və sirləri paylaşmağa kömək edir. Və unutma, hələ abunə deyilsənsə, aşağıdan abunə ol və zəng işarəsini aktiv et, çünki çox maraqlı videolar gələcək. Daha artıq uzatmadan növbəti videoda görüşərik.